Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda hazırlanması çox asan olan keks reseptini sizinlə paylaşıram. Keksi südlü xəmirdən fərqli şəkildə hazırlayıram. Yumşaq, dadlı, içlikli, çox ləzzətli kekslər alınır. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 2 ədəd sındırdığım yumurtanı əlavə edirəm. 200 ml stəkanın başından bir barmaq aşağı şəkər tozu, bir çimdik də duz əlavə eləyəndən sonra şəkər tozu ilə yumurtanı mikserlə yaxşı-yaxşı qarışdırıram. 1-2 dəqiqə tam ağarıb mayonez halına gələnə qədər qarışdırıram. Alınan yumurtalı qarışımın üzərinə 100 qram yumşalmış kərə yağı əlavə edirəm. 200 ml stəkanın başından bir barmaq aşağı otaq temperaturunda olan südü, bir paket 5 qram da şəkərli vanil əlavə eləyəndən sonra bu ərzaqları artıq mikserlə qarışdırmıram, elə çırpıcı ilə biraz qarışdırıram. İstəyə görə kərə yağını margarinlə ya da 100 ml bitki yağı ilə də əvəz eləmək olar. Keksin xəmiri üçün 200 ml stəkanla 2 stəkan un götürmüşəm. Unu ələyə tökürəm. Üzərinə bir paket 10 qram da qabartma tozu əlavə edirəm. Unun hamısını birdən eləmirəm, elə 2 dəfədən hissə-hissə ələkdən keçirdirəm. Çırpıcı ilə qarışdırıram. Hissə-hissə əlavə eləyəndə onu da qarışdırmaq da asan olur. Xəmirin içində də un topak şəklində qalmır. Qalan unu da ələyəndən sonra çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Belə gördüyünüz kimi hamar, çox da qatı olmayan axışqan bir xəmir alındı. Hazırladığım xəmirdən videoda göstərdiyim kimi xırda ölçülü çömçəklə təxminən 2 çömçə qədər ayrı başqa bir qaba tökürəm. Üzərinə bir xörək qaşığı kakao, bir xörək qaşığı da süd əlavə eləyəndən sonra bunları da çırpıcı ilə yaxşı-yaxşı qarışdırıb kakaolu xəmir hazırlayıram. Kakaolu xəmiri də hazırlayandan sonra keçirəm keksi hazırlamağa. Keks qablarını formaya düzmüşəm. İçərisinə marketlərdə satılan hazır yağlı kağızlardan yerləşdirmişəm. 10 ədəd keks qabı götürmüşəm. Hazırladığım xəmir elə bu ölçüyə bəs eləyir. Hazırladığım xəmirdən videoda göstərdiyim kimi xırda ölçülü çömçəklə götürüb formaların içərisinə tökürəm. Xəmirin hamısını formalarda eyni olacaq şəkildə bölüşdürürəm. Xəmiri formalara paylaşdırandan sonra kakaolu xəmiri belə gördüyünüz kimi sıxma torbasına yığmışam. Videoda göstərdiyim kimi kənarlardan başlayaraq dairəvi şəkildə xətlər çəkirəm. Hamısının üzərində kakaolu xəmirlə dairəvi şəkildə xətlər çəkirəm. Keks üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Kakaolu xəmiri də əlavə eləyəndən sonra kürdan yardımı ilə kənarlardan ortaya doğru xəmiri çəkib belə gözəl gül şəkli verirəm. Hamısının üstündə kürdanla kənardan ortaya doğru çəkərək gül şəkli verirəm. Bu qaydada hazırlayıram. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 15-20 dəqiqə pişirirəm. Bu arada kekslər bişənə qədər şokoladlı pasta hazırlayıram. Bunun üçün ərzaq qabına 6 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı kakao, 1 çay qaşığı da vanil əlavə edib əvvəlcə quru ərzaqları biraz qarışdırıram. Qarışdırandan sonra üzərinə 7 xörək qaşığı süd əlavə edib qarışdırıb qaza qoyub tam hazır olana qədər bişirirəm. Ara sıra qarışdırıram. Şəkər tozu əriyib qaynamağa başlayır. 6-7 dəqiqə tam qatlaşana qədər bişirirəm. Qatlaşandan sonra qazı söndürüb ocaqdan götürürəm. Soyuması üçün başqa bir qaba tökürəm. Üzərinə 1 çay qaşığı qədər kərə yağı əlavə edib qarışdırıram.
İstəyə görə damla şokolad, plitka şokolad da əlavə eləmək olar. Əlimin altında olmadığı üçün mən əlavə eləmədim. Amma əlavə etsəniz daha da dadlı olar. İsti olduğu üçün biraz durudur, amma soğuyandan sonra qatılaşır. Keksim artıq hazırdır, bişib, sobadan çıxartmışam. Çox yaxşı qabarıb, çox gözəl kekslər alınıb. Soğuyandan sonra da içində yağlı kağız olduğu üçün formadan da çox rahatlıqla çıxır. Belə gördüyünüz kimi altı da yaxşı pişib, çox yaxşı qabarıb, çox gözəl kekslər alınıb. Bu qaydada bişirəndən sonra elə belə sadə, üstünə şəkər pudrası səpib də çayla içmək olar, amma daha fərqli, dadlı olması üçün mən belə bir meyvə təmizləyən alətlə ortasında oyuq açıram. Əgər sizdə belə alət yoxdursa, elə bıçaqla da biraz ortasını oyub, çıxartdığım biskvitləri də məsrəf eləmirəm, onları da sonda istifadə eləyəcəm. Oyuq açandan sonra kağızlarını soyub çıxardıram. Belə gördüyünüz kimi altı da çox yaxşı pişib, çox gözəl kekslər alınıb. Hamısının ortasında oyuq açandan sonra hazırladığım şokoladlı pastanı sıxma torbasına yığmışam, açdığım oyuqlara əlavə eləyirəm. İstəyə görə şokolad pastasını şokolad yağı ilə, bişmiş qatlaşmış südlə, qaymaqla, cemlə, əlinizin altında nə varsa öz zövqünüzə görə ondan içli kimi istifadə eləyə bilərsiniz. Sonda çıxartdığım biskvitlərin üst hissəsini qapaq kimi üstünə qoyuram. Hamısının üstünü örtürəm. Qalan qırıntıları da ovuntu halına gətirirəm. Qalan şokoladlı pastadan kekslərin üstünə çəkirəm. Hamısının üstünə şokolad çəkəndən sonra biskvitlərin qalan hissəsini qırıntı halına gətirmişəm. Ondan kekslərin üstünə səpirəm. Bu qaydada hazırlayıram. Bir yarım saat gözlətdikdən sonra artıq çayla içib dadına baxmaq olar. Yumuşaq, dadlı, çox gözəl kekslər alınır. Çox asan bir keks reseptidir, görünüşü də gözəldir, dadı da çox ləzzətlidir. Kekslər artıq hazırdır. Bu qaydada hazırlayandan sonra artıq çay süfrəsinə vermək olar. Asan bir keks reseptidir. Çox gözəl də alınıb. Yeyən hər kəs çox bəyəndi. Şokoladlı, yumuşaq, dadlı, südlü kekslər alınıb. Siz də hazırlayın, hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.